Sabahın xeyir Azərbaycan, əziz dostlar, bir gözəl həmsöhbətimizi yola salıb, digər gözəl bir həmsöhbətimizi sizə hazırda təqdim eləyəcəyik və onunla da çox önəmli bir mövzudan bəhs eləyəcəyik. Məlumdur ki, ana südü körpənin ilk qidası olmaqla yanaşı, onun həyatının sağlam təməlini qoyan ən vacib amillərdən biridir və ana südü yalnız qida deyil, eyni zamanda bir immunitet mənbəyidir və bu səbəbdən də onun rolu təkcə ailə üçün yox, ümumilikdə cəmiyyətin sağlamlığı baxımından olduqca önəmlidir. Bu mövzuda danışmaq və bir çox suallara cavab tapmaq üçün studiyamıza, əziz dostlar, Aynur Həsənovanı dəvət eləmişik. Aynur xanım Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun sektor müdürüdür. Sabahınız xeyir olsun. Sabahınız xeyir. Necəsiz Aynur xanım? Təşəkkür edirəm. Siz necəsiz? Təşəkkür edirik. Yaxşı olasınız. Aynur xanım, niyə görə ana südü? Gəlin belə mövzuya bir qədər geniş bir sualla başlayaq. Siz bu sualın daxilində, çünki ana südünün, niyə görə ana südünün cavabını çox geniş ola bilər, amma ən önəmli sadalamaq istədiklərinizi öncə buyurun bildirin. Yeni doğulmuş və eləcə də körpələrin orqanizmi üçün lazım olan bütün faydalı komponentləri özündə ehtiva edən ən ideal və ən sağlam qidadır ana südü. Ana südünün komponentlərini biraz sonra sadalayacağım. Tərkibində təbii ki, zulallar, yağlar, karbohidratlar, vitamin və minerallar var. Onu qeyd etmək istəyirəm ki, ümumiyyətlə ana südü ifrazat müddətinə görə kolostrum, yəni ilkin süd, keçid südü və yetkin süd olmaqla 3 qrupa bölünür. Bunları nəyə görə belə sadalayıram? Çünki hər birinin öz, belə deyim, təyinatı, öz funksiyası var. Kolostrum nədir? Doğuşdan sonra 5 gün müddətinə ifraz olunan südə deyilir və bu süd tərkibinə görə, keyfiyyətinə görə digər mərhələlərdəki südlərdən fərqlənir. Nəyə görə? Çünki tərkibi sabitdir. Yəni ananın nə qidalanmağından asılı olmayaraq, ananın qida rasionundan asılı olmayaraq onun tərkibi sabit qalır. Nə qədər mücizəvidir doğrudan da. Doğrudan da elədir. Tərkibində yağ, zulal, karbohidrat və hətta mikroelementlərdən dəmir və kalsium belə sabit qalır. Yalnız ananın qida rasionundan B1 vitamini, A və D vitaminlərini ala bilir. Və kolostrum ümumiyyətlə uşağın o 5 gün ki, həmin südlə qidalanır, uşaq üçün peyvənd hesab olunur, ilkin peyvənd. Nəyə görə? Çünki tərkibində antitellər var, xüsusilə də immunoglobulin A antiteli var ki, bu körpənin immun sisteminin formalaşmasında mühüm rol oynayır və ananın orqanizmi həmin dövr ərzində bilirik ki, çox həssas olur. Virus və bakteriyaların hücumundan məruz qaldığı təqdirdə həmin antitellər başlayır ifraz olmağa və bu antitellər keçir ananın südünə. Həmin südlə qidalanan körpənin burun, boğaz və həzm sistemi orqanlarında həmin antitellər xüsusi bir təbəqə əmələ gətirir, qoruyucu təbəqə. O ilk 5 gün qəbul olunan ana südü. Bəli. Söhbət kolostrumdan gedir və artıq kolostrumun digər faydalı cəhəti də ondan ibarətdir ki, uşaqlarda axı həzm sistemi təzə formalaşmış olur, onun inkişafına da öz təsirini göstərir və 5 gün ərzində kolostrumla qidalanan körpənin mədəsindən başlayır artıq genişlənmə getməyə, yəni uşağın, körpənin südə olan ehtiyacı artır. Ona görə də ilkin dövrlərdə ana südü nisbətən az olur. Məsələn, 40-50 ml olur, amma sonra getdikcə artır və özünün maksimumuna 700-800 ml qədər artır bilir. Və 15 gündən sonra artıq yetkin süd mərhələsinə keçir, hansı ki artıq onun tərkibi dəyişkən olur. Yəni ana nə qidalanırsa, artıq burada ana öz qida rasionuna diqqət etməlidir, çünki tərkibindəki maddələr həmin ana südünə keçə bilər. Diqqət edilməsi vacib olan əsas məqam nədən ibarətdir? Təbii ki, sağlam qidalanmalıdır, çoxlu su içməlidir. Bunlar öz yerində daha kəskin dada malik olan qida məhsulları. Məsələn, nə qədər faydalı olsa da soğan, sarımsaq. Çox acı və yaxud da. Bəli, çox acı, ədviyyatların istehlakı və hətta kələm, məsələn, brokoli kələmi, gül kələmi. Nəyə görə? Çünki bunlar südün tərkibində tamı dəyişə bilirlər. Körpə də bunu əksər hallarda hiss edir. Yaxşı, onda ən çox ana südünə xeyir verən və yaxud da o südün miqdarını artıran hansı qidalardır? Ümumiyyətlə, daha çox su içmək tövsiyə olunur. Hətta gün ərzində 8 stəkan, 12 stəkana qədər bacardıqca çoxlu süd içmək tövsiyə olunur və təbii ki, sağlam qidalamaq. Yəni, çoxlu miqdarda meyvə tərəvəz istehlak etmək, qırmızı ət, balıq, süd məhsulları, yumurta, bu kimi qida məhsullarını istehlak etmək tövsiyə olunur. Çünki artıq südün tərkibi dəyişkəndir və ananın yediyi qida rasionundan çox asılıdır. Tərkiblə birbaşa əlaqəlidir. Bəli, yaxşı, bu nə dərəcədə bir uydurmadır, nə dərəcədə bu ana südü haqqında deyilənlərə bir
qatqıdır, əlavədir. Deyirlər ki, məsələn, uşaq xəstələnəndə, onun canı ağrıyanda, harası ağrıyanda südün tərkibi də sanki bir ilaç kimi, bir dərman kimi ona uyğun dəyişir. Sanki bir müdafiə mexanizmi bədəndə fəaliyyət göstərməyə başlayır. Məsələn, bu sahədəki elmi araşdırmalar nə deməyə əsas verir? Bayaq qeyd etdiyim həmin o antitellər. O 5 gündən savayı deyir amma. İlk 5 gündən anladım. Yalnız 5 gündə deyil. Ümumiyyətlə, ana südünün tərkibində hər zaman mövcud olur. Onda bunun bir həqiqət tərəfi də var demək ki. Bəli, və eyni zamanda axı zülallarda var tərkibində infeksiya əleyhinə mübarizə aparmaq qabiliyyətinə malik olan zülallarla da zəngindir ana südünün tərkibi. Və eyni zamanda ana südünün tərkibində bu qeyd etdiyim qidalı maddələrdən başqa fermentlər var. Yəni bu fermentlər sayəsində körpə orqanizmi yağ, zülal, karbohidratları mənimsəyə bilir. Və digər məsələ, deməli, ana südünün tərkibi 80% sudan ibarətdir. Hansı ki, əksər hallarda pediatrlar analara su içməyi, daha doğrusu körpələrə ilk dövrlərdə ana südü ilə yanaşı su verməyi və ya digər maye içirməyi tövsiyə etmirlər. Nənələr, mamalar olur. Əslində tövsiyə olunmur. 80% südün tərkibi sudan ibarətdirsə. Sudan ibarətdir və Azər müəllim, söhbət ondan gedir ki, bu su adi, sadə su deyil, bioloji aktiv sudur. Həm də. Və uşaq orqanizmi tərəfindən tamamilə mənimsənilir və hətta isti yay aylarında belə uşağın orqanizminin suya olan tələbatını da ödəmiş olur. Demək ki, gərək yoxdur. Yaxşı, bir məqam da maraqlıdır. Deyirlər ki, bir dəfə haradasa oxumuşdum ki, ana südü təkcə, yəni o südü əmən körpəyə deyil, ananın özünə də xeyirdir. Bunun, yəni elmi belə deyək ki, cavabı necə verilə bilər? Bəli, həm də çox xeyirlidir. Bir sıra xəstəliklərin qarşısını alır, yaranma riskinin qarşısını alır, süd vəzi xərçəngi, yumurtalıq xərçəngi. Bu da nə ilə əlaqədardır? Çünki süd verən analarda hormonal balansın tənzimlənməsi prosesi gedir. Bilirik ki, süd verən analarda daha çox oksitosin deyilən hormon, buna sevgi hormonu da deyilir və prolaktin hormonunun səviyyəsi artır. Bu, həm də ananın orqanizmini, bədənini rahatlaşdırır, stresi azaldır və bu qeyd etdiyim süd vəzi xərçəngi, yumurtalıq xərçənginin yaranma riskini azaldır və eyni zamanda süd vəzi toxumalarının yenilənməsi prosesi də sürətli şəkildə gedir süd verən analarda. Bundan başqa, hətta sümük sisteminə çox faydalıdır. Çünki sümüyün mineral sıxlığı tənzimlənir süd verən analarda və bu da gələcəkdə osteoporoz xəstəliyinin də qarşısını almış olur və süd verən ana ilə körpə arasında bir emosional bağlılıq da var. Ana südünün digər faydası da. Sanki o rabitə daha güclü olur. Bundan ibarətdir. Bəli, emosional bağlılığı təmin edir, daha yaxın təmas, göz kontaktı, uşağın özünü müdafiədə hiss etməsi, bu həm uşaq, həm də ana üçün faydalıdır. Bədəni rahatladır, stresi azaldır və gələcəkdə hətta uşağın sosial və psixoloji durumuna da öz təsirini göstərir. Bəzən də deyək ki, işləyən analar və yaxud da uşağı bir neçə saatlıq da olsun qoyub harasa getməli olan analar o südü öncədən belə deyək xüsusi qablarda saxlayır. Bilməm, bu xanada mı, soyuducuda mı? Bu barədə nə deyə bilərsiniz? Yəni, nəyə diqqət etmək lazımdır? Nə qədər saxlamaq olar? Hansı şəraitdə saxlamaq olar? Ümumiyyətlə, yaxşı olar ki, birbaşa ana südü ilə qidalansın körpə, amma qeyd etdiyiniz kimi bəzən elə hallar ola bilər. Forsmajorlar ola bilir, bəli. Forsmajor hallarda, bəli. Bu zaman, bəli, südün toplanması prosesi həyata keçirilir və diqqət edilməsi vacib olan məqam gigiyenik qaydalara riayət edilməsidir. Bu çox vacibdir. Adi əllərimizdə belə milyonlarla bakteriyalar yaşayır və uşaq orqanizmi bilirik ki, həssas əhali qrupuna aiddir. Körpədir, çox həssasdır və gigiyenik qaydalara ciddi şəkildə riayət edilməlidir. Həm əllərin təmizliyinə, həm də o yığılacaq qabların steril olmasına diqqət edilməlidir. Süd toplandıqdan sonra təbii ki, onun saxlanma temperaturu, saxlanma şəraitinə diqqət etmək lazımdır. Əgər otaq temperaturunda saxlanılırsa, yəni maksimum 3 saat, 3 saatdan o yana saxlamaq tövsiyə olunmur. Bu, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələridir bu arada. Soyuducuda saxlanılırsa, bəli, bir neçə gün saxlanıla bilər. Dondurucuda saxlanıldıqda isə bir neçə aya qədər də saxlanıla bilər. Donmuş halda. Bəli, donmuş halda saxlanılıb, sonradan istifadə edilə bilər. Yaxşı, bəs uşaq varmı belə bir minimal nəticə? Yəni bu 6 aydır ana südü ilə qidalanması mütləq hesab olunur. Bəs neçə yaşına qədər ümumiyyətlə çox məsləhət olardı ki, ana südü ilə qidalansın? Yəqin ki, bu nə qədər uzun olarsa o qədər xeyirlidir, yoxsa bunun da bir başqa cavabı var sizdə? Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF
tövsiyələri necədir bu istiqamətdə? İlk 6 ay ərzində körpə yalnız ana südü ilə qidalanmalıdır. Ancaq və ancaq. Bəli, ancaq ana südü ilə qidalanmalıdır. Bu müddət 6 aydan sonra uzanır 2 yaşa qədər. Amma necə? 6 yaşa qədər yalnız ana südü ilə, 6 aydan, üzr istəyirəm, 2 yaş qədər olan intervalda ana südü ilə paralel digər qida məhsullarının istehlakı da tövsiyə olunandır. 2 yaşdan sonraki dövrdə isə bu artıq asılıdır ana ilə körpənin istəyindən asılı olaraq bəli davam etdirilə bilər. Müstəqil qərar veriləcək. Bəli, təbii ki, təbii ki. Maraqlıdır. Qida Təhlükəsizliyi İnstitutu var, agentliyi var, institutu. Bu istiqamətdəki əsas, yəni onun fəaliyyəti nədən ibarətdir və ana südündən istifadənin daha da yayılmasına necəsə bir töhfə verirmi? Yəni bu institutun fəaliyyət istiqamətlərinə aiddirmi yoxsa yox? Qısa bir arayış verərdiniz institutun fəaliyyəti ilə bağlı, bəlkə kiməsə qaranlıq qala bilər. Bəli, ümumiyyətlə bir məqama toxunmaq istəyirəm ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi daimi olaraq əhalinin sağlam qidalanması istiqamətində müxtəlif tədbirlər, kampanyalar həyata keçirir. Xatırlayırsınızsa, bizim bir kampanyamız da var idi. Bütün ölkəyə səs salmışdı. Şəkəri azalt, ömrünü uzat kampanyası. Bəli, danışmışıq biz verilişimizdə bundan. Bəli, o barədə danışmışıq. Və biz artıq yeni bir kampanyanın başlamasına təşəbbüs etmişik. Sözdən əmələ keç, sağlam qidalanmanı seç. Bu bizim loqomuzdur. Sözdən əmələ keç, sağlam qidalanmanı seç. Bəli, məqsədimiz sağlam qidalanmanın mahiyyətini, əhəmiyyətini daha geniş əhali kütləsinə çatdırmaqdır və bu istiqamətdə maarifləndirici işlər aparmaqdan ibarətdir. Bu yalnız agentliyin və eləcə də institutun deyil, eyni zamanda digər təşkilatlar, yəni Ümumdünya Səhiyyə Təşkilatının, Diyetologiya və Nutrisiologiya Assosiasiyasının və eləcə də BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının birgə layihəsidir və bu istiqamətdə müxtəlif kampanyalar, tədbirlər həyata keçiriləcək. İctimai yerlərdə əhalinin maarifləndirilməsinə təşviq edici, maarifləndirici kampanyalar və təbii ki, sosial media vasitəsilə müxtəlif mövzuların diskusiyası, mütəxəssislərlə birlikdə müxtəlif mövzuların müzakirəsi həyata keçirilməsi nəzərdə tutulur. Amma institutun müstəqil fəaliyyət istiqamətlərinə nələr aiddir? İnstitutun müstəqil fəaliyyət istiqamətlərinə institutun tərkibində ümumiyyətlə laboratoriyalar institutun nəzdində fəaliyyət göstərirlər və həmin laboratoriyalarda istər ölkədə istehsal olunan qida məhsullarının, istər ölkəyə daxil ixal olunan qida məhsullarının laborator analizləri həyata keçirilir və müvafiq tədbirlər agentlik tərəfindən icra olunur. O zaman institut həm laborator analizlərlə yanaşı, həm də elmi daha çox fəaliyyətlə məşğuldur. Elmi araşdırma istiqamətində, maarifləndirici tədbirlərin həyata keçirilməsi istiqamətində institutumuz fəaliyyət göstərir. Bu, bilmirəm, elmi araşdırmanın nə dərəcədə ona aid ola bilər yoxsa yox, amma yenə də müşahidələr nə deyir? Yəni, bu sizin sahə hardasa olduğundan daha bəlkə də cavabınız sizin ola bilər. Necədir sizcə müşahidələr nə demək əsas verir və yaxud da nəticələr nə demək əsas verir? İnsanların çoxmu sürətlə azalır təbii ana südü ilə qidalanmağa qarşı olan münasibətləri? Çünki bugün kifayət qədər bilirik də supermarketlərdə, mağazalarda, yəni eyni sayda biz hazır uşaq yeməkləri görürük. Düşünürəm ki, son zamanlar ana südünün verilməsi anaları daha çox düşündürən bir məsələdir. Yəni, nə mənada uşaqlara təbii şəkildə ana südünün verilməsi və artıq anaların əksəriyyəti bu istiqamətə yönəlib. Sağlam şəkildə körpələrini qidalandırmaq istiqamətinə. Amma təbii ki, Azər bəy, müəyyən hallardan irəli gələrək deyək ki, ananın südü çox azdır və yaxud da ki, ananın bədəni ümumiyyətlə süd vermir. Belə olan təqdirdə təbii ki, süni uşaq qidalarına müraciət etmək məcburiyyətində qalırlar və süni uşaq qidaları ilə təbii ana südünü müqayisə etdikdə bəzi maraqlı faktlar ortaya çıxır. Məsələn, süni qida məhsullarının tərkibində araşdıranda görürük ki, vitamin və mineralların miqdarı daha çoxdur. Nəinki ana südünün tərkibində. Niyə? Çünki axı o qida məhsulları zənginləşdirilir. Amma bir məsələ var. Bu ana südünü heç də əhəmiyyətini azaltmır. Çünki ana südünün tərkibində olan vitamin və minerallar təbii mənşəlidir. Deyək ki, dəmir uşaq qidasında daha çox ola bilər. Ana südündə az ola bilər. Ana südündəki qədər təbiidirmi yoxsa yox?
bəli, o ora əlavə olunub zənginləşdirmə məqsədi ilə, amma ana südünün tərkibindəki dəmir təbii mənşəli olduğu üçün uşaq orqanizmi tərəfindən daha tez mənimsənilir və daha çox faydaya malikdir. Sonra digər elə o qeyd etdiyim antitellər, məsələn süni uşaq qidalarında həmin antitellərə rast gəlmək mümkün deyil və peyvənd məsələsi ümumiyyətlə araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, təbii ana südü ilə qidalanan körpələrdə süni uşaq qidaları ilə qidalanan həm yaşlılara nisbətən peyvəndlənmə prosesi həyata keçirildikdə orqanizm daha müsbət reaksiya verir. Bir də ən sadə bir şey, biz həmişə müşahidə eləmişik də ki, ana südü əmən uşaqlar, yeyən uşaqlar, yəni demək olar ki, çox nadir xəstələnirlər. O dönəmdə nəinki digər hazır yeməkləri bir sıra xəstəliklərin yaranma riskinin qarşısını alır. Ani körpə ölümü sindromu, soyuq dəymə, sətəlcəm, ishal, burun, boğaz, qulaq infeksiyaları, tənəffüs sinus infeksiyaları və hətta gələcəkdə leykoz, anemiya, atopik artrit kimi xəstəliklərin yaranma riskini azaldır. Sağlam böyüsün bütün balalarımız. Çox sağ olun. Aynur Həsənova buradaydı. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun sektor müdürü. Qısa fəsləmiz var. Davam eləyəcəyik sonra.